Test 101. Verilmiş sözlərə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Açıq sözümüz uyğun fikirlər. 3 söz verilir və cədvəlin hökmü hər 3 sözə aid olan, sözlərdən yalnız birinə aid olan, sözlərin heç birinə aid olmayan fikirləri seçməliyik. Verilən sözlərimiz dialoq, bitərəf, mətbuat. Mətbuat bitərəf, tələffüzü fərqlənmir olduğu kimidir. Dialoq sözündə y artımı var, səsin sayı hərfin sayından çoxdur. Hökmlərə baxırıq. Birinci, tərkibində qarşılığı olmayan cingiltili samit var. Dialoqda l, bitərəfdə r, mətbuatda m. Deməli, birinci hökm düzdür və düz olduğuna görə bir bizə lazımdır. Və bir düz olduğuna görə bir olmayan variantları atacağıq. Bir olmayan variant burada B və E-dir. Hər ikisini atırıq. B, E kənarlaşdı. 2-ni oxuyuruq. Ahəng qanuna tabedir. Dialoq, mətbuat tabe deyil, bitərəf tabedir. Deməli, bu hər üçünə aid hökm deyil. Yalnız birinə aiddir. Ona görə 2 səhvdir və 2 bizə lazım deyil. Və 2 səhv olduğuna görə B və E gedib D variantı kənarlaşacaq. Çünki D-də 2 var. D-ni atırıq. Seçimimiz qalır A və C arasında. D-ni də atdıq. A və C arasında. Rəqəmləri oxuyuruq. 1, 3, 4, 6, 1, 4, 5, 6. Burada 1, 4, 6 hər ikisində var. Onlar fikirlər düzdür. Ona görə biz işləyəcəyik 3 və 5 ilə. 3-ü oxuyuruq. 3-də deməli, deyir ki, tərkibindəki saitlərdən biri uzanır. Dialoqda uzanma yoxdur, mətbuatda yoxdur, bitərəf sözündə isə i uzanır var. Deməli, bu ancaq birinə aid düz fikirdir deyə 3 doğrudur və 3 bizim cavabımızdır. C variantında 3 olmadığına görə C-ni atırıq və yeganə düzgün cavabımız qalır A variantı. A variantında 1, 3, 4, 6. 1, 3-ü izah eləmişik. 4-ün izahı səsin sayı hərfin sayından çoxdur. Bu ancaq dialoq sözünə aiddir. Çünki y artımı var. İkisində isə bərabərdir. Deməli, 4-də düz fikirdir. 6 isə deyir ki, səsin sayı hərfin sayından azdır. Bu heç birinə aid deyil. Çünki burada ikisi bərabərdir. Dialoqda isə artıqdır. Yəni, azdır sözünə görə artıq bu heç birinə aid deyil və deməli, 6 da düz fikirdir. Və deməli, cavabımız olacaq A variantı.